Bilirler, değerli alimler, biz bu günləri sizden maraqlı misalların həlini yazıb paylaşacağım. Keçən dəfə həndəsə ərəbləri düsturların ispat edildi, bu dəfə məcəziyyətə aid. Düzdür, biraz fasilə verdik. Müəyyən hərbilərin barədə onları Facebookda paylaşdım. Buradan da dərsə başlamamışdan əvvəl bizim təşkilatın Sosial Dövlətnamə və İctimai Birliyin sədri Faiq müəllim başda olmaqla, onun əməkdaşları, İctimai Əlaqələr Şöbəsinin Sosial Dövlətnamə və İctimai Birliyin İctimai Əlaqələr Şöbəsinin müdürü İlahi xanıma və bütün təşkilatımızın əməkdaşlarına təşəkkürümü bildirirəm ki, mənim fəaliyyətimi hər zaman dəyərləndiriblər. Düzdür, mən özüm də o təşkilatda Sosial Dövlətnamə və İctimai Birliyin mətbuat xidmətinin rəhbəri olaraq çalışmışam. Fəaliyyətim də hər zaman sosial şəbəkələrdə fəaliyyətimiz hər zaman sosial şəbəkələrdə göz qabağında olub. İndi də mən əksəriyyəti məni izləyənlər bilir ki, riyaziyyatdan bəzi düsturların çıxarışı ki, onlar bloka düşür. Biraz nisbətən çətin misalların, inteqralların həllin. Düzdür, tamaşa ilə yazsam da, yəni lövhəmiz tamaşa ilədir. Çalışmışam ki, səviyyəli şəkildə izah edeyim. İstər bizi izləyən müəllimlərimizə, istər də şagirdlərimiz qoy faydalansınlar. Yəni bunlar gələcəkdə onsuz da lazım olan misallardır. Orada məsələn elə isbatlar var ki, onlar gələcəkdə hökmən lazım olacaq blokda və daxil imtahanlarda. İndi başlayırıq suallarımıza. Birinci sualımız belədir. Bizə belə bir təmin verdi. Çox maraqlı bir təmindir. X üstü x-in qüvvətində x-in kvadratı minus 1 bərabərdir 9 x-in kvadratı minus 1'ə. Bax, belə bir təmliyyə biz həll eləməliyik. Birinci misalımızı mən bunu çaşıqla 2 yazdım. Bu misalı biz necə yaza bilərik? Baxın, mən bunun hər tərəfini loqaritmalıyam. Yazıram, onluq loqaritmalıyla yazılır. Loqaritma əsasında əsas onluqdur. X-in kvadratı minus 1 bərabərdir. Burada heç nə dəyişmir. Loqaritma 9 qüvvətində x-in kvadratı minus 1. Loqaritmanın xassəsinə görə mən bunu necə yaza bilərəm? Bunu bəzən tənliyi yazırlar ki, cavab 1'dir. Bəzən yazırlar 9'dur, amma bunun 1'dən 9 tək deyil də, başqa cavabları da var. İndi həll edəcəm. X-in kvadratı görsən seçmək üçün yazırlar. 1 minus x-in kvadratı vurulsun, elde x yaza bilərəm. Loqaritmanın xassəsinə görədir bu. Loqaritma a üstü n, yəni n gəlir loqaritmanın qarşısına, yəni misalına. Buradan da e ilə bu bərabər olur. X-in kvadratı minus 1 vurulsun, elde 9. Bax, bu şəkildə yaza bilərik. Bunu mən izah edəcəm deyim, biraz uzun gedir. Təbii ki, özüm üçün yazsam tez yazaram. İkiyə buradan hər tərəfinin bərabərliyi heç nə dəyişmir. Allah'ın loqaritma 9-cu əsasdan 2 bərabərdir 2 vurulsun. X-in kvadratı minus 1 elde 9 yazıram. Bax, buradan mən 2'ni gətirirəm, burada x-in kvadratına heç nə dəyişmir. Yazıram x-in kvadratı minus 1, çünki bu mənə lazım olacağına görə belə yazıram. Loqaritma x-in kvadratı bərabərdir. Yenə yazıram x minus 1 elde 9'un kvadratının yerine yazıram 81. Bunu bərabərliyin bu tərəfinə keçirdim. Ortaq bunu mötərizə xaricine çıxartsam, belə bir şey alacağım. X-in kvadratı minus 1 vurulsun. Elde x-in kvadratı minus elde 81 bərabərdir 0 ala bilərəm. Bundan tənliyim hasıl o zaman 0'a bərabərdir ki, hökmən və qruplardan biri 0 olsun. O görə bunların hər biri 0'a bərabər eləyəm. X-in kvadratı minus 1 bərabərdir 0 yazıram. Buradan aydındır ki, x-imiz bərabərdir minus 1. Mən baxıram ki, mənfi 1 verəndə bu ifadə ödülür. Mənfi 1 verəndə bu müsbət 1 0, mənfi 1 üstü 0 0'dır. Mənfi 1 verəndə cəhətdə 0'dır, 1 ödülür. Demək, müsbət 1'dədir. Nəzərdən bu loqaritmik təmliyə baxıram. Yazıram elde x-in kvadratı minus elde 81 bərabərdir 0 yazır. Bərabərdir 0 yaza bilərəm. Amma onu silirəm. Biraz baxıram ki, yerim azdır. Onu yazacağım. Buradan izah etmək üçün belə yazdım. Buradan yazıram elde x-in kvadratı bərabərdir elde 81'ə. Maraqlı təmillərdir burada. Buradan da yaza bilərəm ki, x-in kvadratı bərabərdir 81
Buradan da x'imiz beraberdir plus minus 9. Demek mənfi 9 da ödüyor, müsbət 9 da ödüyor. Tənliyin 4 dənə kökü olur. İndi keçirik ikinci belə bir suala. Bizə belə bir maraqlı tənliyi verilir. Adətən belə tənlilər heç abituriyentlər həll edə bilir. Nisbətən çətin tənliklərdir. X üstü 10'da 1, üstə gəlsin x üstü 15'də 1, üstə gəlsin x üstü 30'da 1 bərabərdir 84'ə. Belə tənlikləri də çox cür yazmaq olar. Amma mən belə bir yanaşma bunu yazmam. Buradan belə bir yanaşma ilə bunu yazmam. Bax, bunu yazıram x üstü. Yazıram 31'də. Bunun yerine yazıram kub. Bunun yerine yazıram x üstü 30'da 1, əzəldən 1 kvadratı. Üstə gəl x üstü 30'da 1, x üstü 30'da 1 bərabərdir 84 tənliyi alır. Mən buradan baxıram ki, bu tənlikdə mən baxıram ki, bax, qüvvətə yüksəldəndə bunu alıram, bunun da qüvvətə də bunu alıram, buradakı özü var. Yəni, belə bir əvəzləmə aparıram, belə tənliklər adını əvəzləmə ilə gedir. Riyaziyyatda misal o qədər çoxdur ki, yəni onları yazıb əlini tutarmaq, çatdırmaq, yəni çox maraqlı, integral bölməsidir. İndi mən seçib qarışıq suallar, elə sual götürürəm ki, məsələn, sulu tənliyi ilə bərqimlərdə gəlmişdir. Yəni, belə tənliklər olur. Bax, buna bir dənə t dedir. X üstü 30'da 1'ə bərabər bir t dedir. Gətirib burada yerine yazıram. Biliyorsun, bir kub tənliyi alınır. T'nin kvadratı plus t minus 84 bərabər 1,0. Bu tip tənliklər də çox həll edilmə olar. Kub tənliyin özünün gözəl bir tənlik qaydası var. Amma mən burada bir çox üçədli, yəni üçədli çox hədisi kimi baxsam, bunun daha bölənlərin, bax 84'ün bölənlərindən biri bu tənliyin hökmən kökü olmalıdır. Amma mən belə bir parçalanma apardım. Baxıram, burada bir kub var. Bunu yazıram 64, demək t'nin kubu çıxılsın 64. Üstə gəlsin. T'nin kvadratı plus t minus 20 yazıram. Bərabər 1,0 yazıram. Tutaq ki, parçalanma mənim yadımdan çıxırsa, bunun bölənlərini də araşdıra bilərəm. Amma yəni bu, mənim ağlıma gəlməyəndə bunun boyunda bölənlərini araşdırmaq lazımdır. Buradan bax, bu mənə A kubu minus B kubunun açılışını verəcək. A kubu minus B kubunun açılışına görə mən bunu yazacağım t minus 4 vurulsun t'nin kvadratı plus 4t plus 16. Bax, burada Wieck teoremini tətbiq eləsək, Wieck teoremi nə idi? Çevrilmiş kvadrat tənliyin köklərinin cəmi əks işarə götürülmüş ikinci həddə, köklərin hasılı isə səviyyə sətdə bərabərdir. Mən görürəm ki, bax, Wieck teoremini tətbiq eləsəm, vurur t plus 5, vurulsun t minus 4 bərabərdir 1,0. Bax, buradan bir ortaq vuruq görürəm. T minus 4. Bax, bu T minus 4'ü obşi götürəcənin xaricinə çıxardıram. Buradan alıram. T minus 4 vurulsun. Buradan alacağım. T'nin kvadratı plus 5t plus 21 bərabərdir 0. Yəni, burada götürəcənin içində bunlar qalır, toplayıb islah edilirlər. Demək, bu tənlik də o zaman 0'a bərabərdirsə, bu tənlik 0'a bərabər olması üçün qruplardan bir ölçümə 0'a bərabər olmalı. 4 minus t'nin bərabər edən 0'a, bunlar da t'nin bərabərdir 4'ə. Əgər bizdən tam həllini soruşsa, təbii ki, biz natural həllini soruşsa, biz 4'ü götürərik. Amma da üzrə həllində gəlin baxaq. Burada olacaq t'nin kvadratı. Mən indi baxıram ki, burada bir şey var ki, bu t4 olanda bu işimiz bundan bitmir də. Yəni bu tədricəli baxaq, buna da baxaq. Əvəzləməli yerinə qoyarıq. 5t plus 21 bərabərdir 0. Bax, bunun diskriminantını tapsam, baxaram ki, d0-dən nədir? Kiçikdir. D0-dən kiçik hazırlıqsa mən buna baxmıram. Çünki burada bu cür mənfi olacaq. D0-dən kiçiksə həqiqi həlli yoxdur. Ona görə də t bərabərdir 4 deyil bunun cavabı. Baxınız, belə bir əvəzləmə aparmışıq. X üstü 30'da 1'ə bərabərdir bir 4 deyiləm, 4 deyiləm. Onda buradan x'imiz bərabərdir 4 üstü 30 və yaxud da
X'imiz bərabərdir 2 üstü 60 tənliyin kökü olur. Bax, tənliyin kökü 2 üstü 60'a bərabər olur. Belə bir maraqlı tənlikdir. Təzəndən bu tipli yenə bir maraqlı bir tənlik verilir. Bu tip tənliklər çox olur. Bəzən qruplarda zaten görürəm, çox hatırlar, müəllimlər qrupları var. Mənim özümdə neçə müəllim qrupum var. Görürəm ki, yəni çətinlik çəkənlər olur, müəllimlərimizdən bəzən belə atırlar belə sualları. Kök altında ilgili. Mən bunun aid bir, o biraz bir fərqli tənlikdir. Yəni orada fərqli olar biraz. Amma oxşarlıqdır da, yəni çətin bir şey deyil. Keçən dəfə də buna aid bir dənə tənlik mən yazmışdım bu tiplə. İndi bax, bizə belə bir tənlik verilir. Bizdən soruşulur ki, x bərabərdir sual, y bərabərdir sual. Mən həm də bilirəm ki, x hökmən y-dən böyükdür. Daha aydın məsələdə bu müsbət olması üçün x y-dən böyükdür. Və bu da böyük olmalıdır nədən? Sıfırdan. Bu şərti bilirəm, yəni bunu mən bilirəm. Ona görə də bunun həllinə başlayanda yazarım 5 üstü kök altında y. Bax, belə verirlər mötərəzə xaricinə. Burada qalır kök altında kökdə x, çıxılsın kökdə y, vuranda kökdə x qalsın, minus 1 bərabərdir 600-ə. Bax, belə yazarım. İndi mən 600-ü başqa cümlədə yaza bilərəm. Qramon yazmayaq. Kök altında 5, bacardığımız qədər də sərgəli yazaq. Kök altında y, vurulsun. Kök altında 5, çıxılsın kök altında x, minus kökdə y, minus 1 bərabərdir. Bax, bunu mən yaza bilərəm ki, 5'in kvadratı, yəni 600'ü, buradan sadə vurgularını ayırsam 6 vurulsun, 2'nin kvadratı vurulsun, 5'in kvadratı yaza bilərəm. 4, 25, 100, 600. Yəni bu olacaq 5'in kvadratı vurulsun 24. Belə yaza bilərəm. Onda bax, bu vurguları uyğun olaraq qruplaşdırıram. Bunu müxtəsər vurma üstünə gətirmək yoluna yaza bilərəm. Amma bu yol biraz nisbətən rahatdır da. Bax, buradan yaza bilərəm ki, kök altında 5, kök altında y bərabərdir 5'in kvadratına. Ücret buradan yavaş-yavaş görürsən ki, hər görünür. Əsasında düzdür, kök altında 5'dir. Masalaşdırma aparacağıq. Kök altında 5, kök altında x, minus kök altında y bərabərdir 24. Üzr istəyirəm, çox üzr istəyirəm. Minus 1 bərabərdir 24-ə. Baxın, belə bir suala baxsaq, bunu istəyirəm ki, bu mənə lazım deyil də. Mən bunu istəyirəm. Buradan bunu yazıram 5 üstü kök altında y bölünsün 2 yazıram. Aydındır da bunu yazıram 5 üstü 2 ilə bir qüvvətə yüzəldirəm. Olur 5'in üstü 2. Buradan görürəm əsaslar bərabərdirsə qüvvət üstlərlə bərabərdir. Düzdür, mürəkkəb təmlikdir bu. Bərabərdir 2'yə. Buradan da kök altında y. Buradan da yazsaq ki, kök altında y bərabərdir 4'ə. Buradan da y bərabərdir 16'ya. Y tapıldı. Y tapıldısa, bu tənlikdə y-in qiymətini gətirib yerinə qoyuram. Buradan belə bir şey yazılmış, yerinə qoyulmuş. Kök altında kökdə x minus kökdə y bərabərdir. Biri bu tərəfə çəkirəm, bu olur 25. Bax, bu bərabər işarəsidir. Bu olur 25. 25 yazıram 5'in kvadratı. 25'i də 5'in kvadratı yazıram. Bax, buradan mən yaza bilərəm x, kökdə x, çıx kökdə y, bölünsün 2, qüvvətində 5. Bax, bu 5'in qüvvətindədir. Kökü 5'i yazıram. Kök altında 5'i yazıram. 5 üstü 2'də 1. Bu da olur 5'in kvadratı. Baxıram ki, burada əsasdan bərabərdirsə, qüvvət üstlərlə bərabərdir. Kök altında x, çıxılsın kökdə y, bölünsün 2, bərabərdir 2. Hər tərəfini 2'yə vursam, kökdə x çıxılsın. Y tapmışdır bəxin 6 yəni 4, bərabərdir 4'ə.
Onda kökəli kez bərabərdir 8-ə. Buradan da hər tərəfin kvadratı üstəlikdən x bərabər 64-ə. Deməli, x-i tapıldı, y tapıldı. Yəni, y-də bayaq tapmışıq, bərabər 16-ya. Sualın cavabı tapıldı. Böyüklüyü bu qədər. Dəyərli bizi izləyən müəllimlər, bizi izləyən müəllimlərdən, həmişə dərsimizi bəyənib, yorum verən müəllimlərdən, izləyicilərdən, məsələn, salam deyirəm, Bəbir müəllimə, Kökəl müəllimə, Ceyhun müəllimə, Sadiq müəllimə, Heydər müəllimə, Minə müəllimə və başqa bizi izləyib ki, adların yadımda saxlamadığım digər müəllimlərimizə də təşəkkürümü bildirirəm. Yəni, mən də bunları yazıb sizlə paylaşıram. Siz də orada öz fikirlərinizi öz yorum yerində bildirirsiniz. Bu günlük bu qədər. Ola bilsin ki, bax, məsələn, bu misalı başqa bir yolla da yazmaq olar. Amma mən loqaritma ilə yazdım. Bax, bu misalın özünü məsələn, başqa bir yolla da yazmaq olar, amma mən bu yolla yazdım. Bunun özü müxtəsər vurma düsturlarına gətirmə yolu ilə də yazmaq olar, amma mən bu yolu bu yolla yazdım. Yəni, bir misalı bir neçə yolla yazmaq olar və məndə daha bu qədər oldu. Bizi izləyən müəllimlərə də təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm. Düzdür, biraz mənim video dərslərim ara verdi, o da tədbirimiz var idi. Onunla bağlı idi. İnşallah bundan sonra da növbəti videolarda görüşmək ümidi ilə. Hər birinizi salamlayıram. Sizə də uzun ömür, can sağlığı arzulayıram.